Bugündən necə ölç? Bir Məmməd 20 qəpik deyir, geçən bir mən sonra deyir. Əslində əsas sual o deyil. Əsas sual odur ki, indi nəyi fərqli Hə? eləyərdiniz? 4 manat. Bir Məmməd 20 qəpik idi mən bilən. Ya. 4 manat. Düzdür, müştərinin absurd istəkləri olur həqiqətən. Amma o şeylər biraz dizayneri, xüsusilə qıcıqlandıran məsələlərdir. Müştəri onu prosta necə başa düşəcək, mən onu bilmirəm. Yəni bu şrifti burada düz qoymamısan, burada mən 100 manat kəsirəmmi deyəcək, nə deyəcək. Bax, qlobalda bizi görməyə hazır deyillər. Rəsul bəy, salam. Salam. Necəsiz? Əla, siz necəsiz? Çox sağ olun. Gəlin belə başlayaq. Özünüzü 3 sözlə ifadə edəcək olsanız, bunlar nə olardı? Özümü 3 səslə ifadə edəsi olsaydım, birincisi yəqin ki olardı səbir, ikincisi yəqin ki olardı yaradıcılıq və üçüncüsü yəqin olardı ki insan kimi yaşamaq. Bu 3 söz oldu düzdür, amma yəqin ki yaşamaq. İkinci sual olaraq ilk real layihənizi xatırlayırsınızmı? Bugün olsa nəyi fərqli edərdiniz? Real layihə bilməm nə demək olar? Müştəri sifarişi kimi demək olar? Bəli, sifariş baxımından. Hə, sifariş baxımından olsa ilk sifarişimi eləmişəm təxminən 2005 olardı. Məncə 2004 olardı ya da sinif yoldaşım üçün. Yox, 2004 olardı çünki bir şirvan almışdım o işə görə sinif yoldaşımdan. Ona veb-sayt düzəltmişdim. Bu gün nəyi fərqli edərdiniz? Bu gün nəyi fərqli eləyərdim? Bilmirəm, yəqin ki daha yaxşı eləyərdim də. Yəni o xatırlamıram artıq orada nə yığmışdım. Yəni yəqin ki bəsdir bir səhifə idi, orada onun adını yazmışdım. Yadımda çox sevinmişdi ki, mənim bir saytım var. Şükür.narod.ru idi, nədir belə bir şey elə. Alındı bu sayt bəs. Bu sayt necə oldu, qurma alındı? Hal-hazırda davam edir. Yox, o uşaq idik da, biz çox bir şeylər eləyirdik. Bəs ən uğursuz hesab etdiyiniz layihəniz hansıdır? Və yaxud da dizaynda belə ən böyük səhviniz nə olub? Çox olub əslində, uğursuz şeylər çox olub. Yəni məsələn mənə görə nəsə uğursuz olub, amma kimsə deyir ki, yəni yaxşıdır. Elədiyim səhv nə olub? Mənə elə gəlir ki, bu da erkən vaxtlardaydı. Mən texniki cəhətdən çox yaxşı idim və texnika baxımından çox şey bilirdim. Amma yaradıcılıq baxımından mən əslində çox gec başladım özümü inkişaf etdirməyə. Çünki mən onun təhsilini almamışdım və mənə istiqamət verən də olmamışdı. Hər şeyi elə paputi öyrənmişdik. Ona görə bir vaxt gəldi ki, mən o şeyə girdim, necə deyirlər, dalana girdim və gördüm ki, heç nə alınmır artıq. Başa düşdüm ki, məndə yaradıcılıq tərəfində çox böyük boşluq var. Ondan sonra başladım artıq həm dizaynın, elmi tərəfin, həm incəsənətin qollarını öyrənməyə və gördüm ki, bilmədiyim, zəif olduğum tərəf əslində bu imiş. Bəs müştərilərlə işləyərkən ən çox qarşılaşdığınız yanlış düşüncə nədir? Ümumiyyətlə, müştəri hər zaman haqlıdır. Prinsipi dizaynda harda bitir? Dizaynerin biliyi bitən yerdə. Elədiyi şeyi doğru ifadə edə bilmədiyi məqamda bitir. Təbii ki, dizayner hər şeyi bilməyə bilər. Bu normal bir şey. Çünki bizim qəbul etdiyimiz sifarişdə çox fərqli segmentlərdən olur. Yəni həkimlə də işləyirik, sənayenin də işləyirik, nə bilim başqa mağazada işləyirik. Təbii ki, hər birinin xırda detallarını bilməyə bilərik. İşə başlayanda araşdırma edirik və ümumi istehlakçı kimi bir xidmətdə yer alan bir insan kimi buna yanaşırıq. Amma o işin sahibi təbii ki, öz işi barəsində geniş məlumatlara sahibidir. Amma bu o demək deyil ki, o da dizayn barəsində və yaxud da deyək ki, reklam barəsində onun da elə bir background yoxdursa, elə bir biliyi yoxdursa, fikirlər yürüdə bilər. Bu iş daha çox biraz müzakirə işidir. Yəni deyə bilmərəm ki, burada kimsə haqlıdır. Yəni haqlı-haqsız məsələsi deyil. Yekunda biz nəyə etmək istəyirik, nəyi çatdırmaq istəyirik. Bu nəticə işidir daha çox, nəticəyə yönəlik bir işdir. Ona görə çoxlu müzakirələrdən keçən mübahisəyə mümkün qədər çevrilməməyə çalışan. Çünki insan bez elə bir varlıqdır ki, həmişə öz sözünü diktə eləməyə can atır və bəzən burada dizayner egosu da yer alır və yaxud da yaradıcı insandır, yox dizayner olmasın, copywriter olsun, başqa bir adam olsa fərqi yoxdur. Onun egosu da yer ala bilər. Və yaxud da sahibkar deyə bilər ki, pulu mən verirəm, mən necə istəmir oluram. İndi isə dil tapmaq lazımdır və yaxşı nəticənin əldə olunmasına nail olmaq lazımdır. Əsas məqsəd bu, müzakirə. Növbəti sual olaraq, dizaynerlər ən çox hansı səhvlərinə görə işlərinin dəyərini aşağı salırlar? Belə bir şey var ki, ümumiyyətlə, mən dizaynerlərdən çox eşitmişəm də, deyirlər ki, məsələn,
nəysə loqonu böyütsün. Nədən ən çox bilinən şey budur. Loqonu böyüyür. Mən öz şəxsi fəaliyyətimdə elə şeylərlə çox az qarşılaşmışam. Bilmirəm mənim xoşbəxtliyimdəndir yoxsa nədəndirsə, müştərilər daha çox dinləyiblər. Bəlkə də burada biraz özünə inam rol oynayıb, nəsə bilmirəm, rol oynayıb ki, düzdür müştərilər absurd istəkləri olur həqiqətən. Bir-birinə uyğun gəlməyən məsələn rənglər istəyə bilirlər, öz fəaliyyətlərinə uyğun gəlməyən şriftləri istəyə bilirlər və bəzən kimsə məsələn mən ən çox qızıqlanan şeylərdən biri odur ki, deyir ki, mən 10 il əvvəl Photoshopla işləyirdim. Mənim başım çıxır, filan şeyi filan eləmək olar. Və ən çox eşitdiyim absurd şeylərdən biri budur. Və bir də nəyi sevmirəm? Mən subyektiv fikrimdir ki, nəyi sevmirəm işləyəndə. Məsələn, adam sənin işlərini görür və bilir ki, artıq məsələn deyək ki, 15 ildir sən bu işlə məşğulsan, işə başlayanda bütün işləriniz çox yaxşıdır, ancaq siz nə işləməyirsiniz və s. və axır başlayır belə bəzəyir, eləyir. Sonra iş prosesinə gələndə artıq görürsən ki, adam başlayır dəyişməyə. Yəni ki, öz fikirlərini dikt eləməyə çalışır. Və o şeylər biraz dizayneri xüsusilə qıcıqlandıran məsələlərdir. Mən bilmirəm. Mən müzakirə eləyirəm və onu başa salmağa çalışıram. Çox vaxt uğurla alınır, amma bəzən olur ki, bu uğursuz olur. Nə bilim, axırda yaxşı bir şey alınır. Nəzərə alsaq ki, sonda o sizin portfolyoya daxil olacaq o iş. Yəni onu izah eləmək də olmur, amma tutan başqa bir dizayner baxanda orada uğursuz bir addım görə bilər, səhv görə bilər, amma onu izah eləmək olmur ki, bu müştəri istədiyi üçün belə oldu. O da yəni bunu fikir kimi sadəcə bildirmişdim ki, dizaynerlərə məncə bu mənfi tərəfi də budur da. Məcbur edirlər. Amma dizayner portfolyo işləyən təkcə portfolyo işləməli deyil də. Yekunda dediyim kimi nəticəyə işləməlidir və bəzən hər şey istədiyimiz kimi olmaya bilər. Təbii ki, biz çalışırıq ki, müştərini maksimum qane edici formada bir şey eləyək. Sabah biz onu təqdim eləyə bilək hardasa ki, bunu biz eləmişik, ürəkdən təqdim edək. Amma deyə bilmərəm ki, 100% bu belə olur. Yəni işləyirsənsə, uzun illər işləyirsənsə, onun 20% ən yaxşı, mən yaxşı nəticə göstərir. 20% zibildir, 80% yaxşıdır. Bəlkə də 30% zibildir, 70% yaxşıdır. Yəni 100% hər dəfə uğurlu bir iş görəcəksən deyilən bir şey yox. Siz dizaynda özünüzü istədiyiniz kimi ifadə edəndə uğurlu hesab edirsiniz, yoxsa müştərinin gözləntilərini qarşılaya biləndə? Mənə elə gəlir ki, yəni uzun illər işləyəndən sonra o başa düşmüşəm ki, ümumiyyətlə hər bir dizaynerin özünün işləmə tərzi var. Necə ki, hər bir rəssamın özünün stili var. Hər bir musiqiçinin ifadə janrı var, stili var. Eləcə də hər bir dizaynerin, yəni uzun illər işləyəndən sonra özünün bir stili formalaşır və sən X bir adama müraciət edəndə artıq bilirsən ki, bu adam necə işləyir, yekunda sənin nə kimi bir şey verəcək. Yəni başa düşürsən bunu. Və dediyim kimi, o təcrübəli dizaynerdə çalışır iş görərkən o öz bildiyi, özünü düşüncəsini ortaya qoysun. Yəni o texniki dizayner kimi burada çıxış eləməsinə, müştəridir, onu belə elə, bunu belə elə, bunu istəyirəm. Yəni loqomda pəncərə göstər, ayaqqabı göstər, falan göstər. Elə yox, öz düşüncəsi. Mən bunu necə görürəm? Bax bu formada görürəm. Niyə görə? Bu səbəblərə görə sizin şirkətinizi, xidmətinizi daha yaxşı göstərər. Bazarda bunu digərlərindən seçər, daha uğurlu formada tərənnüm edər. Bu da müəyyən bir zamandan sonra yaranır. Mənə gəlir, məsələn, mən o prinsipi özümdə qurmuşam. O baxımdan nisbətən məsələn özümü xoşbəxt istəyirəm ki, artıq müştəri gələndə yanıma mənə çox da artıq suallar vermir də. Deyirəm, brifi yazdı, bu istəyim, ya sıfırdan yaradıram, ya niyə dəyişmək istəyirəm və mənə möhtəmə buraxır. Mən də artıq gördüyüm kimi, başa düşdüyüm kimi o konsepti qurub müştəriyə təhvil verirəm və bir çox halda mən deyirəm ki, uğurla alınır. Bəs siz bu cavabınızda belə bir şey vurğuladınız ki, dizaynerin də bir tərzi olur, işləmə stili olur. Ümumiyyətlə siz necə düşünürsünüz? Dizaynerin mütləq bir imzası olmalıdır öz işlərində, yoxsa hər işdə dəyişkən olmaq lazımdır? Dizayn digər sahələrə baxanda biraz daha şeydir, universal dildir. Deyə bilmərəm ki, orada hər bir şeydə sənin imzan görünəcək. Yəni belə bir prinsip yoxdur da. Amma ümumi sən konseptə baxanda yuxarı aşağı bütün işlərdə yox, amma müəyyən işlərdə başa düşürsən ki, bunu falan dizayner eləyib. Bu stil onundur. Bunu tuta bilirsən. Amma təbii ki, bu rəngkarlıqdakı kimi onun atdığı o ştrixlərə, nə bilim, yağlı boyanca vurmasına ya da qrafikanı çəkməsindən birə-bir eyni deyil. Orada baxan kimi başa düşürsən ki, bu baş belə çəkilib, bunu ancaq falan kəs çəkir. Ya bu rəng burada belə vurulub, bunu ancaq falan rəssam. Dizayn da belə deyil. Amma müəyyən qədər stildən tuta bilirsən. Məsəl üçün, xüsusən də loqotiplərdə bu daha çox görsənir ki, yəni bilirsən ki, bunu falan kəs eləyə bilər. Çünki o daha çox bu tərz dizayn
stillə işləyir. Və yaxud da nə bilim ümumi brendinqin stilində görə bilirsən ki, onu belə yanaşmanı falan kəs eləyə bilər. Amma dediyim ki, bu 100% həmişə deyil. Müəyyən vaxtlarda daha çox çarpıcı olur, müəyyən vaxtlarda daha az nəzərə çarpır. Dizaynerlərin çox hansı səhvlərinə görə işlərinin dəyərini aşağı salırlar sizcə? Məncə belə bir konkret anlayış yoxdur. Yəni minlərlə onun dəyərini aşağı sala bilər və yaxud dəyərini qaldıra bilər. Yəni burada dəyər anlayışı biraz nisbi anlayışdır da. Bizdə belə bilmirəm anlayış yoxdur. Məncə iş tərzi ilə bu daha çox bağlıdır. Məsələn, mənim iş tərzimdə ən çox mənə problem yaradan şey bu zaman məsələsidir. Mən məsələn vaxt menecmenti barəsində problemlər yaşayan insanam həmişə. Amma bunu da çoxdan barışmışam. Yəni mən də beləyəm. Gec işləyirəm, yavaş işləyirəm, ləng adamam, amma zövqlə işləyirəm özüm üçün. Mənim vaxt anlayışımla müştərinin vaxt anlayışı uzlaşmır. Bax belə deyim. Bu bir çox halda təbii ki, mənfi şeydir. Amma mən də bu cür olduğumu necə deyim, qəbullanmışam. Bunu da şeylə kompensasiya edirəm. İşin keyfiyyəti ilə kompensasiya edirəm. Amma siz verən sual biraz daha fərqli sualdır. Siz daha çox ümumi işin içindən soruşursunuz. O biraz fərqli bir şeydir. Yəni kimsə bəlkə nə bilim müştəri onu necə başa düşəcək, mən onu bilmirəm. Yəni bu şrifti burada düz qoymamısan, burada mən 100 manat kəsirəmmi deyəcək, nə deyəcək? Başa düşmürəm mən onu. Ya bu rəngi düz seçməmisən, nə bilim mən Pantone kod verməmisən, ona görə səndən nə bilim 50 manat kəsirəm, 500 manat kəsirəm, bilmirəm. O belə bir qiymət anlayışı və yanaşma anlayışı yoxdur burada. Kimisi ola bilsin təzə başlayır və o staj məsələsində mən heç eyni yerə qoymuram ha. Kimisi təzə başlayır və özünü elə göstərir ki, və həqiqətən onun yanaşması elədir ki, onun dəyəri çox yüksəkdir. Amma kimisi illərlə işləyir, amma o yanaşması o qədər naşıdır ki, işləməsinə, uzun illər işləməsinə baxmayaraq. O heç qiyməti qaldıra bilmir. Amma belə iş prosesində nəsə qiymətə təsir edən məsələlər indi cavab verməyim çətindir. Bu sual biraz mənim üçün qeyri-müəyyən oldu. Əslində elə sizin dediyiniz kimi, məsəl üçün deyirsiniz illərdir işləyir, amma belə deyə də qeyri-peşəkar görünür. Yəni bax o qeyri-peşəkar görünməyə səbəblər, səhvlər dediyimiz budur. Yəni sizcə nə olur ki, misal üçün adam öz üzərində işləmir. Ən basit yolu odur ki, adam öz üzərində işləmir. Yəni qalıb eyni bir səviyyədə, məsələn 10 il əvvəlcə işləyirsə indi belə işləyir. Halbuki o yəni fərq yoxdur dizayn deməm. Yəni həkimlik olsun, dizayn olsun, aktyorluq olsun, istənilən ixtisasın. Hər biri çox uzun bir tarix keçib. Hər biri haqqında o qədər elm, ədəbiyyat yazılıb, videolar çəkilib, dərsliklər formalaşıb ki. Amma indi mən ölkəmizdən danışanda bizdə müəyyən bir səviyyəyə gəlinib çıxılır və orada deyək ki, müəyyən bir uğur deyək də qazanılırsa, bu maaş da ola bilər, bu nə bilim müəyyən bir auditoriya da ola bilər və s. Ondan sonra artıq buradan o yana gediş yoxdur. Belə burada qalaq da, komfort zonada qalaq. Amma əslində əsl proses elə ondan sonra başlayır ki, sən buna gəldim, çıxdım, növbəti hədəflər nədir? Bu da fərdi məsələdir. Kimisi gedir qabağa, həqiqətən bu daxildən o enerji onu qabağa aparır. Kimisi isə öz taleyi ilə barışır və uzun illər qalır elə olduğu yer. Hədəf demişkən istəyirəm bunu soruşum ki, bizim yerli bazarda ümumiyyətlə tanınmış və yaxud da ki, təzə başlayan dizaynerlər niyə görə qlobala daha az can atırlar? Yəni mən bunu öz müşahidələrimə əsasən deyirəm. Bəlkə yanlış ola bilər, amma gördüyüm qədərilə. Qlobalda bizi görməyə hazır deyillər. Qlobala sizcə bizdə var? Niyə yoxdur? Var, əslində istedadlı insanlar çoxdur. Çoxdur. Amma sadəcə qlobala çıxmağı bilmirəm biraz. Mən sizə belə bir şey deyim. İstərmirsən mən özümü götürüm və yaxud da həmkarlarımı götürüm. Uzun illər burada işləmiş insanlar götürüm. Hətta məsəl üçün mən adlarını da bir çoxunu çəkə bilərəm. Məsələn, Elnur Babayev var, Rizvan Bağırlı var, Rahib Dəmirqaya var, Elşən soyadı indi yadımdan çıxdı, Toğrul. Yəni çoxdur dizaynerlərimiz və bunlar çox yaxşı səviyyədə olan, qlobal səviyyədə olan dizaynerlərdir. Və indi məsələn Amerikada biz izləyirik. Mən Avropada baxıram, Amerikaya da baxıram. Sadəcə olaraq və bizim dizaynerlər onların tanınan dizaynerlərlə eyni səviyyədə, hətta bir çoxundan çox yaxşı, qat-qat daha yaxşı səviyyədə işləyirlər. Amma bizim bəxtimiz də burada bazarda gətirməyib. Yəni
o bazar dünyayı diktə edən bazardır. Nə bilim, Britaniya olsun, Amerika olsun, dünyayı diktə edən bazardır. Yəni sənin orada parlama, özünü göstərmə müəyyən şirkətlərlə artıq işləyib qlobala çıxma şansın deyək ki 90%-dir. Burada isə 1%-dir. Çünki məsələn deyək də orada nə bilim ən azından Adobe-la bir əməkdaşlıq edib sən dünyaya parlaya bilərsən. Amma burada təəssüf ki belə deyil. Burada sən qat-qat daha çox səy göstərməlisən onun üçün. Gənc qrafik dizaynerlara hansı tövsiyələri verərdiniz? Ümumiyyətlə bu yolun başında olan insanlar sizdən nə işçilər? Yaxşı. Sözün düzü mən də gənc qrafik dizayneram. Yeni başlayanları deyək. Yeni başlayanlara dünən yox sırağa ki, dünən idi elə bir nəfərlə qrafik dizayn deyil, amma o da AI ilə məşğul idi. Tez-tezə başlayıb o şeylər eləməyə və mən deyirəm ki, sən elə bir şey eləməlisən ki, bu çox təzə bir ixtisasdır AI və sən bu süni intellekti özü belə göstərməlisən ki, topa daxil olasan. Məsələn, deyək ki, mən təzə başlayanda ölkədə tutaq ki, üzdə olan 100 qrafik dizayner var idi və onlardan 20-30 nəfər daha çox seçilirdi. Və mən oturdum, düşündüm ki, mən nə edə bilərəm ki, parlayım, seçilim və o topa düşüm. Və götürdüm, çoxlu konseptlər işlədim. Mövcud olan, olmayan şirkətlərin brendinglərini hazırladım və Facebookdan, saytlar vasitəsilə və s. paylaşdım. O mənə belə deyək ki, uğur gətirdi, şöhrət gətirdi. Çünki o vaxt onu heç kim eləmirdi. Mən bu təmənnasını belə özüm üçün eləyirdim, paylaşırdım sadəcə olaraq. Və elə bir məqam gəldi ki, artıq o başladı o brendinglər, elədiyim şeylər mənim üçün işləməyə. İndi mən adama tövsiyə elədim ki, və onu bir çox adama tövsiyə edirəm ki, məsələn deyirəm, AI məsələsi süni intellekt təzə başlayıb da və sənin kimi eləyən bunun bazarda artıq bir 100 nəfər var, elə zənn elə ki. Və onlardan 5-6-sı artıq böyük bir kütlə tərəfindən tanınır. Sən nə etməlisən ki, bu topa daxil olasan, seçiləsən. Və əsas məsələ bu seçilmə məsələsini tapmaq və o düzgün hədəfi müəyyən etmək. Və o boşluğu qiymətləndirmə. Məsələn, indi süni intellekt ölkəmizdə hələ ki boşluqdadır. Yaradıcılıq tərəfdən nəzərdə tuturam. Burada yaradıcı işlər görən insanlar çox azdır. Bizdə belə indi o zibil kontent deyirlər. Onu hamı eləyir demək olar ki, və çox adam eləyir. Amma keyfiyyətli, arxasında yaxşı ideya duran, yaxşı konsept duran işləri çox nadirən görmək olur. Və bir məsələ də var ki, bu işin elmini də öyrənmək. İndi məsələn hamı prompt yazır tutaq ki, amma yaxşı bir videonu generasiya eləmək istəyirsənsə, sən burada rejissorluğu da bilməlisən, operatorluğu da bilməlisən, kamera necə işləmək lazımdır, perspektiv nədir, işıq nədir, kölgə nədir. Bunların hamısını biləndən sonra artıq yaxşı bir səhnəni generasiya eləmək olar. Yoxsa belə sadəcə 3-4 dənə cümlə prompt yazdım və mənə təsadüf bir şey verdi. Deməli, indiyə qədər sizi ən çox çətinə salmış layihə hansıdır? Yəni bu çətinlik öhdəsindən necə gəldiniz? Əslində hər bir layihə çətin olur. Deyəmələm ki, hansısa yax kimi gəlir. Və belə bir şey var ki, istənilən layihəyə başlayanda məncə istənilən yaradıcı insanda bu olur da. Yəni müğənni olsun, aktyor olsun. Yəni ki, səhnəyə çıxanda onda bir həyəcan olur başlanğıcda. Sonra artıq o reysə düşəndən sonra artıq başlayır getməyə. Dizaynda da elədir ki, ən azından məndə bu belədir. Və əminəm ki, bu çoxunda da belədir. Prosesə başlayanda sən onun gözündə çox böyüdürsən və müəyyən bir zamanlar sən o şeyi niyəsən, beynində o konsepti formalaşdırırsan və o müddət biraz depressiv vaxt olur. Hər dəfə düşünsən ki, alınmayacaq, ya pis alınacaq, müştərinin xoşuna gəlməyəcək. Və bu stajda da baxmır. Bu demək olar ki, hər dəfə belədir. Yəni ki, bəstəkar da bir mahnıya başlayanda yazmağa o da elə düşünür ki, məsələn, əvvəlki mahnım uğurlu olub. Bu nəsə alınmır, ilham gəlmir və yaxud da bu görəsən necə olacaq. O depressiya müddəti olur. Amma sonra elə bir məqam gəlir ki, sən onu yaxşı-yaxşı ağızda çeynəyəndən sonra, beynində çeynəyəndən sonra o ideyanı tapırsan, lazım olan ideyanı tapırsan, konsepti formalaşdırırsan və ondan sonra o iş artıq rahat gedir. Onu deyəmərəm ki, hansısa iş biraz olsa yükü az olur, hansısa işin biraz yükü çox olur. Bu normal bir şeydir. Amma hər dəfə o həyəcan, o çətinlik müddəti olur. Onda belə deyək də, proses dalğalıdır, belə başa düşün. Yəni dibi də var, zirvəsi də var. Ki bizim öncə bir qonağımız olmuşdu, Nigar Süleyman bəstəkar. Yəqin ki, tanımış olarsınız. Onda da misal üçün belə bir sualımız vardı və istəyirəm onu sizə də verim ki, emosional durumunuz, yəni bəzən o loqo mu olsun, ümumiyyətlə dizayn sahəsində təsir elirmi? Yəni bir işi işləyirik, məsələn. Bəxtiyar Vahabzadənin də şey var, müsahibəsi var. Orada o
istifadə edə bir söz var. Deyir ki, mən yaratmaq deyil, mən yazmaq üçün istirab çəkməliyəm. Hə, Mirşahin Ağayevlə. Hə, bəli, milli metrdə Milli o metr. belə bir sual verirlər. Və deyə bilmərəm ki, indi o insan hansı emosional durumda. Təbii ki, bu indi ağır emosional durumdan söhbət gedir. İndi o üzr istəyirəm, o şairdir, onu dərd yazdı da. Bəs dizayneri də mi dərd Dizayn da çəkdi? təəssüf ki, belə deyil. Bizi dərd yazdırmır. Çünki bizim işimiz təkcə bu incəsənət də var burada, amma burada bir də texniki iş də var. Da texniki iş də çoxdur. Ona görə biraz orada baş həm də normal işləməlidir. Düzgün layihələndirmək üçün. Mən də bunu soruşmaq istəyirdim ki, siz ümumiyyətlə dizaynı rəssamlıq, bəstəkarlıq kimi yaradıcı sahələrini bir tutardınız. Yəni çünki çox adam deyir ümumiyyətlə dizaynerlər yaradıcı insan deyil. Yox, bu da yaradıcı sahədir. Həm də yaradıcı sahədir, amma içində həm də bunun texniki tərəfi də var. Çünki burada həm layihələndirmə var, deyək ki, burada bir memarlıq tərəfi də var. Həm də bunun incəsənət tərəfi var. Çünki rəngkarlıqdan, qrafikadan bura keçən, yəni bu adı üstündədir qrafik dizayn və yaxud da digər sahələrdə də interyer dizayn olsun, moda dizaynı olsun, hamısında kompozisiya var, rəng var, yəni layihələndirmə var və bunlar hamısı dizaynın baza prinsipləri vardır. 7 də baza prinsip var. Bu demək olar ki, istənilən dizayn sahəsində, sənaye dizaynında olsun, fərqi yoxdur. Maşın dizayn eləməklə poster dizayn eləməyin kəsişən nöqtələri var. Və bu kəsişən nöqtələr həmçində incəsənətin özündə də var. Yəni rəssamlıqda tutaq ki, bir rəsm çəkirsənsə, onun əvvəlcə eskizini qurursan, onun kompozisiyasını qurursan və bu məsələn qrafik dizaynda biz onun grid deyirlər də, modul şəbəkəsini qururuq və artıq ondan sonra başlayırıq onun içərisini yerləşdirməyə. Ona görə burada həm incəsənət var, həm də texniki tərəf var. Əslində bəstəkarlıqda da bu qaydaları bilmək lazımdır ki, yəni necə hamı elə fikirləşir yaradıcı insanlar necə gəldi, rəsm çəkir, necə, amma əslində elə deyil. Oradan bir qanun uyğunluq var. Şübhəsiz ki, kəsişən nöqtələr çoxdur. Dizayn trendlərinin sürətlə dəyişməsinə münasibətiniz necədir? Ümumiyyətlə biz yəni bu hansı trendi izləyəndə bayaqlığa gedirikmi, yoxsa yenilikçilik sizə daha yaxındır? Əgər trend yaxşıdırsa, onu əməl eləmək yaxşıdır. İndi bilmirəm, dizaynda trendlər belədir ki, bu biraz texnologiyanın inkişafı ilə bağlıdır. Məsələn, musiqidə trend biraz fərqlidir. Düzdür, məsələn, dizaynın özündə də bəzən klassikaya qayıtmaq olur. Məsələn, indi ən son Apple məhsullarının dizayn, interfeys dizaynında, UI dizaynında təzən o glassmorphizm deyirlər, o şüşə effekti var. Ona qayıtma var ki, o məsələn 90-cı illərdə və s. o aktual idi. Yenidən onun biraz daha fərqli forması, daha biraz müasirləşdirilmiş formasına qayıdış var. Kimisi buna xoşlayır. Məsələn, mənim üçün o trend tutaq ki, maraqsızdır. Mənim xoşuma gəlmir. Amma kimisi xoşlayır. Xüsusən də bu trendləri, ümumiyyətlə dizaynda trendləri böyük şirkətlər diktə edir. Yəni Adobe kimi, mən qrafik dizaynla, UI, UX-nə və s. danışanda Adobe, Apple olsun, Google olsun, bu kimi şirkətlər baş diktə edirlər deyə Meta olsun. Şirkətlər onları bir növ izləyirlər və onların yoluna başlayırlar getməyə. Qrafik dizayn amma uzun illərdir ki, belə ciddi trend dəyişikliklərinə məruz qalmır. Mənə elə gəlir son bəlkə də 10 ildir qlobal belə deyək, dəyişikliyi nəzərdə tuturam. Bu elə də baş vermir. Biraz 3D daxil olub bu işin içinə, o 3D stillər və s. Amma ümumi qlobal olaraq trendlər belə ciddi dəyişmir. Yəni olduğu kimi gedir. Heç loqoda da ciddi dəyişmə yoxdur prinsipdə. Loqolar da heç dəyişmir. Yaxşı, son olaraq sizin üçün uğurlu dizayn nə deməkdir? Bir işi bitmiş və doğru hesab etdiyiniz an nə vaxtdır? Müştəri kartma pul göndərəndə. Məndə də. Yəni bu yaradıcılıq baxımından. Ümumiyyətlə iş heç vaxt bitmir. Yəni o iş bitmiş kimi sayıla bilər, amma mənə elə gəlir ki, orada bitməyən şeylər qalır. Həmişə nəyisə daha yaxşı eləmək olar. Amma hər iki tərəf düşünürsə ki, tapşırıqda, briefdə verilən bütün punktlar, müştərinin verdiyi bütün siyahı işlər hamısının qarşısına quş qoyulubsa, onda iş bitmiş sayılır. İndi vizual cəhətdən də mən deyəm, bu da digər nisbi məsələdir. Ola bilsin ki, müştəri desin ki, hər şey okeydir, yaxşıdır, doğrudur. Amma ola bilsin dizayner düşünsün ki, bu biraz da işləmək olardı üstündə, nəsə düzəltmək olardı. Bu son tarixləri necə deyək, son tarixləri izləmə məcburiyyətindən gəlir, yoxsa sizin özünüzün Deadline-ları. Nəyə görə belə alınır? Bayaq deadline məsələsində dediyimdə sizə mən o deadline anlayışı məncə bir mücərrəd anlayış olduğu üçün yəqin ki, müştərilər bilmirəm, olar ki, kimsə qabağına çıxacaq bu podkast və dərin ah çəkəcəklər ki, Kaş Rəsulla işləməzdi. 2-3 ay işimiz uzaq. O da olur görsən, bəzən insanı sıxır və sən
bəzi şeylər yola verirsən o prosesin içində. Ki, hə, yaxşı bu bitsin, mən əl çəksin. Amma bəzən də nə isə eləmək istəyirsən, yəni ağlında eləyə düşündüyün konseptlə elədiyin konsept tam uzlaşmır və düşünürsən ki, ona daha çox zaman lazımdır və yaxud da bəlkə hələ onu eləməyə mənim elmim yetmir, o da ola bilər. Burada təsəvvür edirəm, amma texniki cəhətdən bəlkə nə isə bacarmıram. Bu belə şeylər də olur. Demək, elə insanlar var ki, onlar istəyir ki, müştəri konkret olaraq addım-addım nə etməlidirsə ona desin. Elələri də var, əksinə istəyir müştəri onu azad buraxsın. Sizin üçün bu necədir? Hal-hazırda elə bir adamla işləyirəm və hər gün o adamın daxilində yaxşı sözlər deyirəm. Çünki məsəl üçün mən elə işləməyə öyrəşməmiş insanam, nə yalan deyim. Belə bir demək 20-ci illərdə belə bir Azərbaycanda poster çıxıb. O üzərində Bakkavrosdan posteridir və üzərində yazılıb ki, şərqdə həyat ağır gedir. Mən indi özümü tamamilə şərq insanı hesab etdiyim üçün mənim üçün məsələn həyat ağır gedir də. Və o şeyi özümə dəyişə bilmirəm. Məsələn Yapon kimi, Çinli kimi belə sürətlə işləyə bilən bir insan deyiləm. Və məsələn o adam hər gün mənə zəng vurur deyir ki, mən ekran screenshotunu göndərirəm. Nə edirsən indi? Mən o şeyi göndərirəm. Mən də o hər dəfə izah edirəm ki, mən bu tərz işləyən insan deyiləm. Və bu daha çox insanla ünsiyyətdə yox, iş prosesində üzə çıxır ki, hə, bunun belə tələbləri var imiş. Onda da çalışsın dil tapasan da. Təbii ki, dil tapmaq lazımdır. İndi biraz onun dediyi, biraz sənin dediyin, necə uzlaşırsan. Şu rəsmdən ağzıma gəldi, amma o da biraz qəmli sual olacaq. Deyəcəyim sizcə o diktə tələb edən insanların öz fikri yoxdur. Məsələn, həqiqətən mən özümlə elə bu işdə dizayner məndən danışanda bəzi istifadə deyib. Mən gözləyirəm o mənə nəsə desin. O mənə təklif eləsin ki, bax sizə belə bir şey təklif edirəm, sizi belə irəli apara bilər, fərqləndirər. O amma gözləyir ki, mən ona deyim ki, mən belə bir şey istəyirəm. Yox, burada bu olmasın, olsun. Ya mən məsələn o şeydə çətinlik çəkmişdim. Deyə bilər, yox. Bu əslində bayaq məsəl üçün cavabını dediyim. Bu proses müzakirədir. Yəni bu bir tərəfli proses deyil. Bu hər iki tərəfin iştirak elədiyi, davamlı ünsiyyətə girdiyi bir prosesdir ki, burada yəni dizayner sükut içində qala bilməz, hər şey deyənməz ki, siz mənə. Onda bu texniki bir insandır da, sən alətsən də belə deyək. Amma sən alət deyilsən də, sən ona görə dizayn sözün özü belə o nə isə layihələndirməkdir, yəni doğru layihələndirmək. Sən ona görə ki, anla gəlirsən o konsepti qurasan, ideyanı formalaşdırasan. Yəni sən alət olmaqdan belə deyil, çıxıb bir fikri ortaya qoyasan. Sən düşüncələrə görə sənə müraciət edirlər və keyfiyyətli dizayneri, dəyərli dizayneri eləyən onun düşüncələridir. Onun nə bilim Photoshop bilirsən, Illustrator bilirsən, sən Paint-də işlə, istəyirsən Canva-da işlə. İnanın ki, onun heç bir fərqi yoxdur. Sabah heç bəlkə Photoshop Illustrator olmayacaq. Bəlkə sabah heç Counter-la bir olmayacaq, başqa bir alətlər olacaq. Ancaq bu düşüncə o insanın özünə məxsusdur və dizaynerə və yaxud da bir başqa yaradıcı insansız fərqi yox. Onun düşüncələrinə görə birinci növbədə müraciət edirlər. Rəsul bəy, sizi aslında görmək çox xoş idi. Dəvətiniz üçün minnətdaram. Çox sağ olun. Bu qədər. Yatarıq.